Əhzab surəsinin 33-cü ayəsi uca Rəbbimiz həmin ayədə Allah istəmişdir ki, siz əhl-i beytdən hər növ çirkinliyi uzaq etsin və sizi tərtəmiz qərar versin. Ardınca Peyğəmbərimizdən bir hədis nəql etdik. Bütün müsəlman İslam mənbələrində Səqələyn hədisi kimi tanınan bu hədisdə isə Həzrət Peyğəmbərimiz buyurdu ki, mən sizin aranızda 2 ağır əmanət qoyub gedirəm. Onlardan yapışsanız, heç vaxt zəlalətə düşməyəcəksiniz. Birincisi Allahın kitabı, ikincisi isə mənim itrətim, əhl-i beytimdir. Onlar Kövsər hovuzunun kənarında mənə qovuşanadək heç vaxt bir-birlərindən ayrılmazlar. Yəni, əhl-i beytlə Qur'an iç-içədir, heç vaxt bir-birlərindən ayrılmayacaqdır. Burada çox incə mətləblər var, həm ayədə, həm də hədisdə. Gəlin görək buradakı incəliklər nədən ibarətdir. Birinci mühüm məsələ ismət məsələsidir. Nədir ismət? Əlbəttə ki, ismət sözü bizim kəlam, hədis şərhi kitablarında təfərrüatlı şəkildə qeyd edilmiş, onların növləri göstərilmişdir. Lakin vaxtın məhdudiyyətini nəzərə alaraq burada qısa şəkildə bunu ifadə edək ki, alimlərimizin ismət sözünə verdikləri tərif bundan ibarətdir. Əl-ismətu hiyyə ilmul yəqin. İsmət elmul yəqindir. Yəni, işin əsl həqiqətini bilmək, işin əsl həqiqətinə bələd olmaq, bütün əşyaları zahiri sifətində deyil, həm də batini sifətində görmək, əsl sifətində görmək. Bir nəfər gəldi İmam Cəfəri Sadiq əleyhissalamın yanına, dedi, ey Allah Rəsulunun oğlu, nə üçün haram tikəni yemirsən? İmam əleyhissalam belə cavab verdi. Dedi, sən alovu ağzına qoyarsanmı? Dedi, xeyr. Niyə? Çünki mənim ağzımı, dilimi yandırar. İmam əleyhissalam buyurdu ki, biz hər bir əşyanı öz əsli sifətində görürük. Haram loxma otdur, cəhənnəm odudur. Onu əsl sifətində gördüyümüz üçün biz əhl-i beyt heç vaxtı haram tikəni ağzımıza qoymarıq. Bu da onu göstərir ki, məsumiyyət məqamına sahib olmuş insanlar, yəni peyğəmbərlər, əhl-i beyt imamları, o cümlədən bəzi kəslər, məsələn, Həzrəti Məryəm əleyhissalam kimi şəxslər ilmül yəqin Allah tərəfindən verilmiş bir elmə, bir fəzilətə sahib olublar.